Salam ha Şirin usta, ne edirsən sən? Salam yoldaş. Motor sönülür. Motor sönülür, işləmir. Buradan tökünəsi nədir? Kondisioner suyudur. Vlogçudan hər birinizə salamlar. Təəssüf ki, biz part 2-ni çəkməkdə bir qədər gecikdik. Amma bugün istəyirəm ki, bizim artıq 8 aylıq təcrübəmizdən biz danışaq. Nə deyirsiniz? Gəlin başlayaq. Bir daha vlogçudan hər kəsə salamlar. Çox təəssüf ki, bizim part 2 videomuz çox gecikdi. Amma nəhayət bugün mən sizə 8 aylıq təcrübəmi danışacağam. İstəyirəm bugün ağlınızda olan və sizə qaranlıq qalan bütün suallar öz cavabını tapsın. Bu arada yeni videolar üçün kanalıma abunə olmağı unutmayın. İndi biz də kifayət qədər bir əziyyət çəkirik. Aşağıda gördüyünüz kimi bizim hesablarda abunə olun və siz də öz fikirlərinizi bildirməyi unutmayın. Paralelində bugün mənim bir videoqraf dostum var. Sağ olsun, o mənə köməyə gəlib, dəstəyə gəlib. Bu arada onun da səhifəsini baxın, buradan izləməyi unutmayın. Çox qəşəng əl işləri var, məncə işinizə yarayar. В общем, getdik. Elə yolda danışa-danışa bugün həm də maşının yağ dəyişmə vaxtı idi. Çünki bir 20.000 kilometr təqribən idarə elədim 8 ay ərzində. Həm maşının yağı dəyişiləcək, həm usta ilə söhbətimiz olacaq, həm də bu arada bu bir çox insana qaranlıq qalan bütün məsələlər haqqında danışacağıq. Maşının ehtiyat hissələri olsun, gündəlik xərcləri olsun, 8 ay ərzində mənə hansı xərclər çıxardıb, nədən narazıyam, nədən razıyam, hamısını danışacağıq. Getdik. Bir daha xoş gəldin Hüseyn. Qeyd etdiyim kimi mənim videoqraf dostumdur, sağ olsun. O bu dəfə bizim çəkilişimizdə mənə dəstək olmağa gəlib. Videonu o çəkəcək yəni. Mən də rahat danışa biləcəm sizinlə. Onun kanalına da qıstati abunə olmağı unutmayın. Çox yaxşı əl işləri var. Çox, indi dostumu deyə demirəm, amma yaxşı həqiqətən də əl işləri var. Səhifəsinə baxsaz görərsiniz. Mən də buradan izləyicilərə salamlarımı çatdırıram. Çox sağ ol. Şahin bəy, sizə bir iki sualım olacaq bu Corolla ilə bağlı. 8 aydır səhvləməmsə artıq sürürsünüz. Bəli. Yəni çoxsuna maraqlıdır, çoxsu da çəkinir bu barədə. Yəni Corolladan biraz Sözünüz elədir, həqiqətən elədir. Corolladan çəkinənlər də çoxdur, amma artıq alıb istifadə edənlər də çoxalıb. Mənim üçün bu test idi. Biz yəqin ki, xatirində də mən bu maşını sırf test üçün biz əldə elədik və elə test deyə 8 aydır sürürəm. Deməli, başlayaq nədən? Hamını ən çox maraqlandıran sualdan. Bəs bu maşın periktikadır. Periktikanın nə kimi nöqsanları var, nə kimi çətinlikləri var. Birinci ondan danışaq. Deməli, baxmayaraq ki, 8 ayda idarə edirəm və artıq 20.000 kilometr sürmüşəm. Periktika ilə bağlı heç bir problem yoxdur. Əsas orada problem nə olur? Ya rulavoyda olur, rul sistemində olur, ya da peredokda, xadavoy hissədə qranat mı deyim, maşın tam sola dönürsə, məsələn, sağa tam dönə bilmir kimi belə hamının yadda qalan problemləri var. Hansı ki, o vaxt bu tip şeylər, Nissan X-Trail'lər yadınızda olarsa və onlarda var idi belə şeylər. Yox, baxın, bu maşında Yaponlar müəyyən qədər düzəlişlər eləyib. Bu nədir? Misal, əgər o vaxtları Nissan X-Trail'in periktikalarında avtomobilin kuzasında hansı hissələr kəsilirdisə, bunda artıq ona ehtiyac qalmayıb. Necə ehtiyac qalmayıb? O yerləri zavod özü zaten onu sonra qoyub. Sadəcə müəyyən toxunuşlar eləyir və sükanı sağdan sola rahat keçirə bilirlər. Və sözün açığı bu 8 aylıq test sürüşündə 20.000 kilometr az bir kilometraj deyil. Mən rayon yolda getdim, uzun yolda getdim, Quruntavoyda da çoxlu sürmüşəm, şəhərçi çoxlu sürülüb. Yəni, hər cürə bu maşını test elədim. İnanın Allaha ki, heç bir problem bu günə qədər çıxmayıb. Hətta istəyirsiniz, belə bir şey eləyə bilərik. İzləyicilərimiz üçün də maraqlı olar. Və yenə deyirəm, yəqin ki, bizi izləyənlər buna inanacaq. Hətta elə danışa-danışa real olaraq yol üstü zəng eləyə ustaya. Əgər usta oradadırsa,
Bir dənə maşının altına da baxaq. Görək maşınımızın altında nəsə olub 8 ay ərzində. Yəni 20.000 kilometrə nə dəyişir? Nə xərc olsa, nə çıxsa elə yerində orada baxaq. Qoy mənim izləyicilərim üçün də fikir formalaşsın. Bu okey. Elə danışa-danışa qoy üstəyə zəng eləyim. Yaxşı yazmışdı. Bu yəni real çəkilişdir. Biz əvvəlcədən nəyisə düzüb qoşmuruq, fikirləşmirik. Yox, real time. Baxaq görək Teymur usta. Mən daimi getdiyim ustadır. Mənim o birisi maşınlarıma da bu həmişə xadavoy hissəsinə o baxıb. Alo. Teymur usta salam. Aleyküm selam. Necəsən qardaş? Sağ ol, Allah kömək olsun. Sən necəsən? Sağ ol. İşdəsən? İştəyəm ha. 5 dəqiqə sənin vaxtını ala bilərəm. Buyur. Bir dənə maşının altına liftə baxaq. Vəsiyo. Olar elə bir şey. Yaxşı. Yaxşı. Oldu. Yoldayım, gəlirəm. Usta ilə danışdıq. Elə bax. Vallahi özümə də maraqlıdır. Çünki çoxdandır yəni bunun altına baxmamışam ki, altda nəsə var yoxsa yox. Düzdür? Yəni xadavoy hissədə bir narahatçılığın bir şey yoxdur yəni. Hər şey qaydasındadır. Sadəcə yoxlayaq. Görək 8 ayda maşının başına nə oyun açmışıq. Deməli, çox adam bu dediyim kimi praktika məsələlərinə görə ehtiyat eləyir. Amma maşının sağa və sola dönmə bucaqları hər tərəfli ikisində də eynidir. Yəni buna görə heç vaxt problem yaşamamışam və hətta onu çox rahat formada deyə bilərəm ki, maşın dönmə bucağı çox və ona görə də çox rahat bir formada, hətta deyərdim yerində də dönə bilir. Bunu siz hardan izləyə bilərsiniz? Siz baxın part 1-ə. Yuxarıda linkini yerləşdirəcəm. Part 1-ə baxın, orada da görərsiniz. Dönməsində hələ də indiyə qədər heç bir problem yoxdur. Sonra bu maşınlar 140-dan o tərəfə getmir. Bu bildiyiniz, yəni uydurmadır, nağıldır. Belə bir şey yoxdur. Çünki şəxsən özüm 170 sürmüşəm və hətta yenə də hiss eləyirdim ki, sürməyə yer var, imkan var, amma sürmədim. Çünki niyə? Bu bir çağırış deyil, tövsiyə deyil. Ümumiyyətlə sürətli sürmək yaxşı hal deyil və mən bunu pullu yolda eləmişdim. Sadəcə bilmək istəyirdim ki, görüm həqiqətən bu maşın hibrid gedə bilir. Amma tövsiyə olunan odur ki, hibrid maşınları çox yüksək sürətlə sürməyin. Çünki adından da göründüyü kimi bu maşınlar sırf ekonomiya üçün nəzərdə tutulub və yüksək sürət bu maşınların növbəti dövrlərdə problem yaratmasına gətirib çıxara bilər. Yəni batereyasında problem yarada bilər. Bu dəqiqə ən çox narahat olunan məqam nədir? Batereyka problemidir ki, batereyka xarab olsa nə olar? Hə, batereyka demişkən. Çox adam bu Çin maşınları ilə müqayisə eləyir ki, bəs onların da batereykaları bahadır, dəyişməyə çətin. Yox, elə deyil. Toyota'nın ən gözəl sistemi, hibrid sistemi, yəni bugünkü gündə də öz sözünü deyir. Niyə? Batareya sistemi arxa sideniyanın altında yerləşir. Kaset formasında batareyalardır və məlumat üçün bildirim ki, bir dənəsi ən yaxşı, ən keyfiyyətlisindən gedir. Yəni Toyota'nın öngördüyü batareykanın istifadə. Bu 50-60 manat civarıdır bir ədədir. Bunun da hamısı onsuz birdən-birə dağılmır. Bir ola bilər dağılsın və yaxud 2-2 ola bilər dağılsın. Yəni kimsə sizə deyirsə ki, yox, 2000-3000 rasxod elədim, o boş söhbətdir. Hələ 2007-2008-ci ilin Priusları var ki, hələ də batareykası heç dəyişməyib. Dəyişəsi olsa da qeyd elədiyim kimi, yəni, hətta bazarda bugün 40 manata da satılır batareyka. Mən ən yaxşısının qiymətini sizə deyirəm ki, müqayisə üçün sizə rahat olsun. Ustaları da kifayət qədər çoxdur. Belə deyim, doludur. Priusun artıq elə 06-07 kimi bir şey olur. Hər şeyini rahat tapmaq da olur, ustalarını rahat tapmaq olur. Daha sonra yağla bağlı mövzunu, elə yağı dəyişəcək deyə mən onu saxlayıram yağ dəyişmə ustasının yanında. Elə onun dilindən eşidəsiniz ki, bu maşının yağı neçəyə dəyişilir. Nə qədər xərci var. Ki, baxmayaraq mən bu maşına bahalı yağ istifadə elədim. Son 2 dəfədir çox bahalı yağ istifadə elədim və ümumiyyətlə mən bu maşını 92 oktan benzindən istifadə eləmirəm. Yalnız 95 tökülür. Bu da niyə? Onsuz da bu maşının sərfiyyatı azdır. 4 litr yarım, 5 litr yandıran maşını 92 tökmürəm. Və bunun sayəsində mən yağı da daha uzun müddət istifadə eləyə bilirəm. Maşın daha çevik olur. Yəni maşını qoruyursan da, ekonom klass olanda nə olar ki? Yəni orada qəpik quruş fərq var. Yəni o 2 manat belə deyim, 100 kilometrdə bəlkə 2 manat fərq eləyir. Yəni o 2 manata görə niyə maşına zəif yanacaq töküm ki? Hə, rasxodum nə olub son 8 ayda? Maşına 4 dənə yeni təkər aldım. Biraz gülməli ola bilər. Yəni maşında ciddi rasxodum olub. 500 manata 4 dənə təkər almışam. Yaxşı firmanın təkərini almışam. Mən maşın həmişə xoşlayıram ki, yumuşaq olsun. Ona görə də uşaq təkər aldım. O birisi maşınımda neçə illərdir ancaq Dunlop istifadə edirəm deyə getdimsə buna da Dunlop aldım. Biraz bahadır, amma həm kilometraj verir sözün açığında, yəni yaxşı kilometraj verir. Həm də maşın kifayət qədər yumuşaq olur ki, maşında da mənim ən çox sevdiyim şey odur ki, maşın yəni yumuşaq olsun.
Ondan başqa nəyə xərc eləmişəm? Vallahi yadıma gəlmir. Yəni heç bir şey xərc eləməmişəm. Yalandan nə deyim? Hə, indi nə edəcəyik? İndi misal ustaya girəndə siz də elə yerində görəsiniz. Görün, maşının altına nəsə xərc çıxacaqsa, bilin ki, oje odur. Həm də siz mən istəyirəm ki, real hər şey real olsun. Yəni insanları aldatmağa nə var ki? Mən aldatmıram qardaş. Olduğu kimi göstərirəm. Bəlkə mən də yalan deyirəm. 8 aydır sürürəm. Bəlkə mənim dediyim kimi məsəl yalan gələ bilər. Ona görə bu tipli fikirləri təkzib eləmək üçün elə ustanın yanına gedəcəm. Həm yağı dəyişmə, həm də altını göstərəcəm. Baxın, nədirsə odur. Vallahi billahi deyirəm. Nədirsə odur. Heç bir şeyin üstünə nə bir artıq, nə bir əskik qoyulmayacaq. Yoldayıq. Gedək yavaş-yavaş ustaya tərəf. Elə ustanın yanından təzədən başlayaq. Necəsən əvvəlcə? Keyfin alır. Sağ ol, sən necəsən? Bir də xoş gördük səni. 8 aydır sürürük bildiyin kimi və hələ altına baxdırmamışam. İndi mən istədim ki, real bir görüntü olsun. Yəni 8 ay ərzində biz maşının başına nə oynatmışıqsa, bax bizə real denə, maşında nə xərclər var. Amma tam səmimi, maşında nə xərc varsa, nəyə ehtiyac varsa, onu bizə denə. Təqribi 20.000 kilometrdə sürülüb və sözün əsl mənasında Mən yoxlamışdım da, baxmışdım. aqressiv sürmüşəm. Yaxşıdır, azdır. Yəni dəyişəsi nəyimiz var altında? Nəyini xarab eləmişik? Hal-hazırda Heç bir xərci yoxdur. hal-hazırda Dəyişəsi heç bir şeyimiz yoxdur. granatlardır, razvalilərdir, şaravoydur, yağadır. Buradan tökülən su nədir? Kondisioner. Kondisioner suyudur. Kondisioneri də söndürmürəm, ancaq işləyir. Motor tarafda da göz qabağındadır. Nə yağ axıtmır, nə bir şey, tərtəmiz. Hə, əsas məsələ odur. Mənim o maraqlıdır. Yağ axıdan yerdə deyirsən yox. Yox, hər şey burada açıqdadır da. Qoysanız. Əla. Vallahi Allah, super. super. Nəticə Nəticə əladır. Məncə özünü doğrultdu. lütfən. Okey, çox sağ ol. Əlin qolun var olsun. Sal aşağı çıxaq gedək. Nə demişdim? Onsuz mən sürəndə də bir şey hiss eləmirdim. Sürəndə də bir şey hiss eləmirəm, amma dedim qoy reallıq olsun. Həqiqətən bağa qaldım. Görək altında nəsə var. Yəni həqiqətən də mən 20.000 aqressiv sürmüşəm. Teymur çox sağ ol. Minnətdaram. Görüşərik. İşin avand olsun. Getdik. Sağ ol. Bakının tıxac dərdi də bildiyin kimi də yəni qurtarmır, qurtarmaq fikirdə yoxdur. Amma əvvəl məsəl üçün mənim o biri maşınımda tıxac ciddi bir göstərici idi mənim üçün. Niyə? Çünki maşın 25 litr benzin yandırırdı. Tıxacda qalanda fərqi yox idi onun. Sən sürsən də, sürməsən də o 25 litrini raşot götürüb yandırırdı rahat. Amma hibrid həqiqətən gözəldir. Bax, tıxacdır, dayandıq. Motor söndü. Motor söndü. İşləmir. Əladır. Nə benzin yandırmır, nə ekologiyanı çirkləndirmir. Plus da ki, cibimizə də sərfəldir. Nəysə, əl-qərəz, üzümüz yağ dəyişmə servisinədir. Mənim videolarımdan da tanıdığınız Vipoil servisə. Şirin ustanın yanına gedirik. Maşının yağını da dəyişəcəyik orada və hansı qiymətlərə iş görülür, yağ dəyişilir və s. onları da sizə izah eləyəcəm orada. Və videonu sona dək izləyib kanalımıza abunə olmağı unutmayın. Kanala abunə olan dostlar rəy hissəsində plus yazsın. Onlara kanalımız Vlogçu adından promo kod verəcəm və həmin promo kodla Vipoil servisdə yağ dəyişmələrə 25%-ə qədər endirim əldə edəcəklər. Baxın, yaxşı bir şeydir. Paylaşın və rəy bölməsində üstəgəl atın. Mən sizə promo kodu göndərim. Yenə həmişə kimi gəldik yağ dəyişməyə. Görək Şirin usta nə edir.
Salam ha Şirin usta. Nə edirsən sən? Salam qardaş. Deməli yağ vitrində qalanda bunun tərkibində o prisatkalar tökür dibinə. Yağı mühərrikə tökməmişdən qabaq qəşəng bunu belə çalxalamaq lazımdır, çox qalanda yəni vitrində. Ki prisatkalar qarışsın, tam olaraq mühərrikin içərisinə süzülsün. Bu mənim maşınımın yağını dəyişdiyin yağdır da, yəni. Əlbəttə Sworks Siversin yağı. İndi yenə də ondan dəyişəsən yağı. Narahatçılıq var bəyən? Yox, elə 10 min sürmüşəm, hər şey qaydasındadır. Tamam, davam edək də. Bəs bu 15 etaplı xidmətin nə oldu? O Əlbəttə, davam edək. qiymətə daxildir. Bəli. Onu neyniyək? Onda getdik. Getdik. Mühərrik yağ dəyişməsi tamamlandı. Həmişəki kimi 15 etaplı ödənişsiz xidmətlər prosedurundayıq. Xidmətlərə daxildir orijinal yağ filtri, professional yağ dəyişməsi, kondisioner hava yollarının quru buxarla təmizlənməsi, endoskop kamera baxışı mühərrikə, mühərrikxananın xüsusi köpüklə və quru buxarla yuyulması, stetoskopla mühərrikin səsinin dinlənməsi, antifriz mayəsinin səviyyəsinin və keyfiyyətinin yoxlanması, lazım gəldikdə əlavəsi, qapı və digər zamokların yağlanması, əyləz mayəsinin keyfiyyətinin və səviyyəsinin yoxlanması, lazım gəldikdə əlavəsi, şüşə yuyan su batokunun üçün donma əleyhinə və köpük tərkibli mayenin əlavə edilməsi, hidravlik sükan mayəsinin keyfiyyətinin və səviyyəsinin yoxlanması, lazım gəldikdə əlavəsi, kardan və digər məməciklərin yağlanması, karter, təknə, rezbasında əgər rezba açılmağa ehtiyac varsa, tokarışı, rezbanın açılması, salonun xüsusi təravətləndirici ilə xoş qoxu verilməsi, sürətlər qutusuna ümumi baxış və yağına baxılıb rəy verilməsi. Deməli, vlogçu Şahini də bugün də belə yola saldıq. Həmişəki kimi bizdən razıdır. Sağ olun, sizin də xidmətinizdəyik. Deməli, bugün də bir vlogun sonuna gəldik. Mən hesab edirəm ki, sizə maraqlı olan bütün sualları cavablandırdım. Yağı neçəyə dəyişdim, onun qiymətini deməyəcəm, amma hansı yağ brendi ilə dəyişdiyimi yəqin ki, gördünüz. Mənbələrdən maraqlanıb bir məlumat əldə eləmək olar. Təbii ki, mən biraz bahalı yağ istifadə edirəm, amma uzun kilometraj sürdüyüm üçün bu mənim üçün yetərlidir, kifayət eləyir. Bizi izlədiyiniz üçün bir daha sizə təşəkkür edirəm. Hər bir halda kanalımızı izləməyi və abunə olmağı unutmayın. Bu arada Vlogçu Bakurunun izləyicilərinə bu videonun altında rəy yazan hər kəsə Vipol yağ dəyişmə servisində 15%-də endirim hədiyyə edirəm. Ona görə də mütləq kanala abunə olun və şərh bölməsində fikirlərinizi yazın. Bizi izləməyə davam edin. Sağ olun.